Salam dostlar. Biz Ziyarət dağının arxasından fırlanıb getmək istəyirdik Laçına. İndi hara ilə getirdik və hara yendik. Siz də baxın. Qoyma kölgədə durum gözümə gün düşməsin. Demək bu Ziyarət dağıdır. Bu silsilədir belə. Bu hardasa neçə 5 kilometrdir də üstük. Silsiləsi 5 kilometrdir. Qabağı ilə gəldik o aşırımı. Hə. 5 km bura gəldik. Baxdım yox, yol yoxdur, dedim bəlkə çıxım da zirvəsinə. Bir də qayıtdım belə dala, getdik onun arxası ilə gəldik. Demək o lap o başda, Axırlıq olan yerdə. Aha, görək bax, orada görək bir xətt tapacağıq. Nə bilim orada bir xətt görsənəcək ki. Amma bir aha. Bu sinənin bir qara o 3 dənə daş var. Ondan bir 5-6 metr aşağıdan bir qara xətt gedir. O da at, mal, heyvan belə cığırıdır. Maşınla hardasa düz bu ortaya kimi gəldi. Axırda Nuru qardaşın şəkəri qalxdı, hesləndi ki, əziz bizə kimi gəlib tapmayacaq. Dedim, qorma, çox olsa elə bu tininə yenəcək, qorma. Nəsə, axırı belə deyək, məni inandırdı ki, qaydaq dala. O boyda yolu bir də dala. O da özü də padnuşkadan əyli boyana sallanıb ki, maşın qalxmasın. Getdi bu qaya ki var, bu qaya. Bu qayanın, aha, bu qayanın arxasından fırlanıb, düşdük gəldik, belə burada, orada iz bilinir. Burada da bir erməni maşını aşıb, Kuzovstada qalmışdı, elə ortalıqda. Elə bilən bu idi, aha. İndi düşmüşük asfalt yola. Təsəvvür elən ki, asfalt yoldayıq da, indi asfalt yoldayıq. Belə. Ya Allah, yola devam.